Salam dəyərli izləyicilər, bu müəllimlərin əmək haqqları artacaq. Söhbət kimlərdən gedir? Videonu axıra qədər izləyin, paylaşa da bilərsiniz. Burada da plus işarəsi görürsünüzsə, bir dəfə üzərinə vurun ki, digər vacib materiallarımızı da izləyə bilərsiniz. Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək və həmçinin ötən il imtahandan uğurla keçə bilməyən müəllimlərə yenidən iştirak haqqı veriləcək və təhsil verənlərin sertifikatlaşdırması prosesinin test imtahanı mərhələsi 18, 19, 29, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Bəs maaş artımı hansı hallarda olacaq? Təhsil eksperti Kamran Əsədov bildirir ki, müəllim əgər müvafiq olaraq 30 baldan 50 bala qədər toplayarsa, onun əmək haqqına 5 il ərzində 10%, 50 baldan yuxarı, yəni 51 bal toplayarsa, onun əmək haqqına 35% əlavə olunacaq və müəllimlərin əmək haqqını stimullaşdırmaq üçün bu çox vacib bir alətdir. Bəzən sertifikasiyada yüksək bal toplayan müəllimlərin şagirdləri yüksək nəticə göstərmirlər. Ötən il müəllimlərin təkrar sertifikasiya imtahanında iştirak edən 7296 müəllimdən 3909-u müvafiq keçid balını toplaya bilməyib və onlardan 3242-si ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimləridir. Bu ildə təkrar sertifikasiya üçün imtahanda iştirak ediləcək və ekspertin sözlərinə görə mövcud qaydalara əsasən şərti olaraq bir müəllim 2023-cü ildə sertifikasiya imtahanından keçə bilməyibsə, ona bir il vaxt verilir. Yəni, növbəti ildə həmin sertifikasiya imtahanına girə bilər. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə 2026-cı ilə qədər 135 min təhsil verənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.